Vaxtınız xeyir, aktual gündəm efirdədir. Azərbaycan prezidentinin Almaniya rəsmi səfəri baş tutdu və bu gün ərzində çox məhsuldar görüşlər də keçirildi. Görüşlər əlbəttə ilk növbədə dövlət səviyyəsində. Söhbət Almaniyanın federal prezidenti Steinmeierlə görüş və sonradansa Almaniyanın federal kansleri Merzlə görüş. Bu görüşlər, istər təkbətək görüşlər, istərsə də ümumiyyətlə geniş tərkibdə görüşlər və ondan sonra imzalanmış sənədlər, mətbuat üçün verilən bəyanatlar kifayət qədər maraqlı məqamları bizim üçün açdı. Ümumiyyətlə, Almaniya-Azərbaycan münasibətlərində yeni dövr başlayır sözünü demək olarmı? İmzalanmış sənədlərin əsas mahiyyəti nədən ibarətdir? Və sözsüz ki, hər iki dövlətin, Almaniyanın, Azərbaycanın xüsusi maraqları, həm iqtisadi maraqları, həm də artıq mətbuata verilən açıqlamalardan belə anlaşıldı ki, bir sıra məqamlarda siyasi maraqları da var və bu iqtisadi siyasi maraqların ümumiyyətlə bizim coğrafiyamıza və geosiyasi aləmdə bu qədər ziddiyyətli məqamların yaşandığı bir dövrdə Almaniyanın regionda eləmək istədikləri və bu layihələrin icrası üçün nələr nəzərdə tutulub, bax bunları müzakirə edək. Studiyamızda dünən danışdığımız kimi Azay Quliyev Milli Məclisin deputatı və Rizvan Nəbiyev Milli Məclisin deputatı. Hər ikinizi xoş gördük, xoş gəlmişsiniz. Mənim Azay müəllimə bir neçə sualım var. Elə mən bu sualı hazırlayarkən də bir xəbər çıxdı ki, Rusiyada çox ciddi narahatlıq başlayıb Azərbaycan prezidentinin Almaniya səfəri ilə bağlı. Hətta deputatlar səviyyəsində də müəyyən açıqlamalar gəlir. İndi mən bunun diqqətlə bir baxacağım, görün bunlara narahat edin. Əslində, ümumi aydındır nədir narahat edin, amma indi bəhanə nə tapırlar, bu çox önəmlidir. Mənim Azay müəllimə sualım bir başqa bir kontekstdədir. Siz təkcə Almaniyada, yəni münasibətlərdə, Azərbaycan parlamentləri arası və yaxud da Almaniyanın deputatları ilə münasibətləri yox, beynəlxalq qurumlarda təmsilçilik məsələsi yox, həm də bax, bu münaqişənin tarixçəsini yaxşı bildiyiniz üçün bu məqamı sizdən soruşmaq istəyirəm. Ümumiyyətlə, Ermənistanla bağlı Almaniyanın planları, biz bilirik ki, Paşinyanın Almaniya səfəri olmuşdu. Onlar nələrə razılaşdılar, nələr əldə elədilər, nə istəyir Ermənistandan, Ermənistan Almaniyadan nə istəyir və bu kontekstdə Azərbaycan-Almaniya münasibətləri hansı məcraya yönələ bilər və bir maraqlı hadisə də var ki, ümumiyyətlə, mən bilmirəm indi üçün Almaniyanın Cənub Qafqaz siyasəti mövcuddurmu, varmı və varsa da o nəyin üzərində qurulub və önəmli məsələ odur ki, Qazaxıstan prezidentinin Gürcüstan səfəri olmasaydı, Azərbaycan prezidenti Almaniyada bax, bu görüşlərdə daha bir neçə məsələlər var ki, onların da müzakirə etmək. Təxminən budur. Yəni, bu ümumilikdə Avropaya gediləcək yolun qurulmasından gedir söhbət. Yəni, hər şey sanki zəncirvari bağlıdır. Belədirmi? Siz çox sağ olun ki, müəllim, bir çox sualları qoydunuz və bu suallar fundamental cavab tələb edir. Buyurun. Birinci təhlükəsizlik aspektindən yanaşaq. Əgər siz Avropa çapında məsələyə münasibət bildirməyimi təklif edirsinizsə, sualı elə qoyursunuzsa, əlbəttə bizim yaxşı xatirimizdədir ki, Avropanın aparıcı ölkələri sırasında Almaniya hər zaman Cənubi Qafqaza, hətta Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə müəyyən mənada ədalətliyi və obyektivliyi qoruyub saxlayıbdır. Və yəqin Rizvan mənim yaxşı xatırlayır, Bundestagın 2009-cu ildə qəbul etdiyi çox vacib bir qətnamə var idi və bu qətnamədən Azərbaycan ərazi bütövlüyü, suverenliyi bir məna şəkildə dəstəklənirdi və eyni zamanda Ermənistanın işğalçı siyasəti orada pislənilirdi. Bu, mən sizə deyim ki, Almaniya kimi dünyanın aparıcı ölkəsi olaraq belə bir sənədin qəbul edilməsi çox mühüm bir məsələ idi. Hətta bəlkə siz xatırlayarsınız, vaxtilə mən özüm də onun tərəfində olmuşam, bu barədə təklif ilə sürmüşəm. O, adətən Bədnam Minsk qrupu olanda. Yəni, bu ondan qaynaqlanırdı ki, Almaniya nisbətən məsələlərə yanaşmada müəyyən mənada beynəlxalq hüququn əsas müddəalarını qoruyub saxlayır. Digər bir tərəfdən, Almaniya ilə Azərbaycan arasında ənənəvi olaraq həmişə münasibətlər hamar olub. Dostluq əsaslı olub. Belə siz elə bugün imzalanan strateji gündəliklə bağlı bəyannamənin birinci preambulasına baxsanız, orada dostluğa istinad edilir. Birinci cümlə dostluqla başlayır. Daim davam edən, uzun müddət davam edən dostluğa əsaslanır. Məsəl üçün, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında eyni sənəd, yəni strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Belə bir müddəa yox idi. Bu, diqqəti cəlb edən əsas məsələlərdən biridir. Buna görə də ənənəvi olaraq nəzərə alsaq ki, Azərbaycanda Alman deməli, mirasları olubdur bizim Şəmkir rayonunda, sonra
Göygöl Göygöl rayonunda. rayonunda nə qədər Alman yaşayış məskənləri olubdur və ümumiyyətlə Azərbaycanlıların, bütövlükdə türklərin Almanlara olan münasibəti tarixən müsbət məncədə olubdur. Təbii ki, bunlar o tarixi yaddaş, qan yaddaşı öz sözünü deyir. Və digər bir tərəfdən bilirsiniz, indi iqtisadi əməkdaşlığın biz boyutunu burada qeyd etdik. Yəni, əlbəttə, Azərbaycan Cənubi Qafqazda ən böyük deməli, iqtisadi ticari tərəfdaşıdır. Bugünkü imzalanan sənəddə isə məhz bütövlükdə bu deməli, areal daha da genişləndi. Artıq Almaniya Azərbaycanın təkcə özünü iqtisadi və enerji tərəfdaşı kimi görmür. Artıq bu əlaqələr mən heç şübhə etmirəm ki, yaxın gələcəkdə strateji tərəfdaşlıq haqqında sənədi imzalanmasına qədər inkişaf edəcək. Ümumiyyətlə, birisi Alman praktikasında bu cür strateji sənədlərin hazırlanması müəyyən mərhələli şəkildə həyata keçirildir və mən bunu məndən daha yaxşı bilir. Onlar tələsmirlər dərhal hər hansı bir strateji sənədin imzalanmasına müəyyən bəyanatlar, iki tərəfli dialoq və s. Amma strateji sözünün olması bugünkü sənəddə, strateji gündəmin formalaşdırılması artıq bunun siyasi əsaslarını yaradır. Ona görə də Azərbaycanla Almaniya arasında bir siyasi dialoq var. Həm də hesab elə bugünkü sənəd hər iki dövlət arasında ciddi siyasi etimadın olduğunu da ortaya qoydu. Siyasi etimad çox önəmlidir. Və Cənubi Qafqaz həm də bugün Cənab Prezident də qeyd etdi, kansler də qeyd etdi ki, artıq Cənubi Qafqaz, xüsusilə kanslerin mən fikrini istəyirəm burada sizin sualınıza cavab olaraq deyə, Cənubi Qafqazın təhlükəsizliyi artıq Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qəbul olunur. Bu çox önəmlidir. Çünki Cənubi Qafqaz birisi də yəni bu təkcə bu bölgəni təmsil etmir. Cənubi Qafqaz Azərbaycanın timsalında Mərkəzi Asiya ilə Avropa arasında böyük bir körpüdür. Və bugün Cənab Prezident mətbuata açıqlamasında bunu xüsusilə vurğuladı ki, artıq biz Mərkəzi Asiya Məşvərət Şurasına üzv olmaqla faktiki olaraq siyasi və iqtisadi baxımdan inteqrasiya etmişik Mərkəzi Asiya ilə. Və bugün sizin deməli studiyada dəfələrlə biz qeyd etmişik ki, Azərbaycan yeganə ölkədir ki, bu imkana malikdir. Mərkəzi Asiya ilə Avropanı birləşdirən, Asiya ilə Avropanı birləşdirən çox önəmli bir deməli ölkədir. Bu da əlbəttə ki, Almaniyanın birbaşa maraqlarına xidmət edir. Üçüncü bir arqument sizin sualınıza cavab olaraq. Bugün bilirsiniz ki, Almaniya artıq açıq şəkildə bəyan etdi. Avropa qarşısında məsuliyyət adı altında hərbi strategiya qəbul etdi. Bu hərbi strategiya çox böyük bir ambisiya hərbi strategiyadır. Ümumiyyətlə, son 3 ildə Almaniyanın hərbi büdcəsi bilirsiniz ki, 63-64% artıbdır. Səhv etmirəmsə, 2025-ci ildə bu rəqəm 108-110 milyard avro arasında dəyişir. Onun 86-89 milyardı birbaşa hərbi xərclər, yerdə qalansa Ukraynaya verilən dəstəyə hesablanıbdır. Və bu da nə deməkdir? Artıq Avropanın, bax, siz strategiyanın adına baxın, Avropa qarşısında məsuliyyət. Bugün Almaniya Avropanın təhlükəsizliyi ilə bağlı özünün məsul hesab edir və Avropanın təhlükəsizliyi NATO çərçivəsindəki baş verən son fikir ayrılıqları müəyyən mənada Trumpın hesab edirəm ki, sərt tələbləri fonunda Almaniya artıq belə bir öndərliyi, belə bir lideri üzərinə götürmək istəyir. Təsəvvür edin ki, bundan sonra artıq biz ki, orada hərbi deməli, inkişafla bağlı, ordu sayının 460 minə qədər qaldırılması, onun 260 mini aktiv deməli, hissə, 200 mini rezerv hissə olaraq nəzərdə tutulması əlbəttə çox böyük bir ambisiyadan xəbər verir. Bu baxımdan da sənədə Azərbaycanla müdafiə sənayesində əməkdaşlığın gətirilməsi bu çox şeydən xəbər verir. Və belə bir hal yox idi indiyə qədər. Biz indiyə qədər deməli imzalanan sənədlərdə heç bir halda Azərbaycanla Almaniya arasında müdafiə sənaye sahəsində əməkdaşlıq olmamışdı. Və bu da üçüncü ən mühüm arqument. Dördüncü isə əlbəttə bağlantılar məsələsi. Bu bağlantılar sadəcə olaraq bir neft yaxud da enerji daşıyıcıların keçdiyi bir yol deyil. Bu bağlantılar birbaşa yaşlı enerjinin keçdiyi yol, bu bağlantılar rəqəmsal texnologiyanın inkişafı ilə bağlı, rəqəmsal transformasiya ilə bağlı olan yol, daşımalarla bağlı, avtomobil yollarla bağlı, insanlarla bağlı olan çox böyük bir layihədir. Ona görə də Almaniya əlbəttə ki, gedən trendi doğru qiymətləndirir. Azərbaycanın rolunu, mövqeyini biz çox sizdən danışmışıq, orta güc olaraq artıq dünya siyasətində, qlobal siyasətdə, beynəlxalq günlərin formalaşmasında oynadığı rolu düzgün qiymətləndirərək, baxın, Azərbaycanla münasibətlər yeni mərhələyə, yeni keyfiyyət mərhələsində yüksəldi. Bu, Azərbaycanda verilən çox böyük bir dəyərdir. Və doğrudan da Almaniya bugün həm iqtisadi baxımdan, həm indi dediyim kimi gələcəkdən hərbi baxımdan
və bütövlükdə Avropanın əsas lokomotivi olaraq Avropa İttifaqının çox mühüm bir rola malikdir. Və nəhayət 5-ci arqument, hesab edirəm ki, bu da çox önəmlidir. Baxın, cənab prezidentə çıxışında qeyd etdi, Almaniya-Azərbaycan münasibətləri Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində də dəyərləndirildi. Çünki qeyd etdiyimiz kimi Avropanın ÜDM-nin 25%, təxminən 1/4 Almaniya məxsusdur. Avropa siyasətinin formalaşmasında Almaniya aparıcı rola malikdir. Yeri gəlmişkən bir məsələni deyib ki, bir neçə ay bundan öncə hətta Almaniya nüvə silahı əldə etmək istiqamətində müəyyən işarətlər də verdi. Birisi artıq Fransa ilə nüvə sənayesi sayəsində nüvə silahının hətta sınaqları baxımdan, nüvə təlimə keçirilməsi baxımından bir anlaşma imzaladılar və artıq bunu icra edirlər. Baxın, görün, bir tərəfdən nüvə deməli dövləti olmaq istəyir, bir tərəfdən Avropanın əsas təhlükəsizlik məsuliyyəti üzərinə götürən bir ölkə olmaq istəyir, bir tərəfdən Avropa İttifaqının əsas aparıcı qüvvəsi olaraq. Ona görə də, bax, orada qeyd olundu ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji prioritetlərin müəyyən edilməsi, tərəfdaşlıqla bağlı strateji prioritetlərin, əsas prioritetlərin müəyyən edilməsindən bağlı sazişin hazırlanması və imzalanması Almaniya üçün də prioritet təşkil edir, önəm təşkil edir. Baxın, görün, biz Almaniyaya baxanda təkcə bir ölkə kimi baxmırıq. Biz Almaniya birinci Avropa İttifaqı kimi baxırıq, ikinci dünyanın aparıcı iqtisadiyyatı kimi baxırıq. Üçüncü, təbii ki, indi burada rəqəmsal inkişaf, süni intellektdən bağlı bir güclü iqtisadiyyat və qarşıda da hədəf qoyulub ki, güclü hərbi sənaye olsun.